Texnologiya dövründə süni intellektin inkişafının sürətləndiyi bir mərhələdə çoxumuzun peşə seçimi ehtiyatlı davranmağa vadar edir. Mütəxəssislər isə deyir ki, süni intellekt peşələrimizi sahiblənmək üçün deyil, işlərimizi daha rahat etmək üçün var. Bu barədə fikirlər isə müxtəlifdir. Bəziləri süni intellekti rəqib görsə də, bəziləri onlarla əməkdaşlıq etmək fikrindədir. Süni intellektin əsas məqsədi ondan ibarətdir ki, insan üçün vaxt aparan və ya paternləri çətin əldə olunan problemləri o asanlıqla özü öyrənib tətbiq eləməkdir. Yəni, insan əməyinin vaxt aparan əməklərin mümkün qədər azaldılması və avtomatlaşdırılması istiqamətinə yönəlilir. Süni intellekt artıq təkcə texnologiya şirkətlərinin deyil, demək olar ki, bütün peşə sahələrinin gündəmindədir. Məlumatların emalı, təhlil və planlaşdırma kimi vaxt aparan prosesləri sürətləndirməsi onu bir çox insan üçün faydalı alətə çevirib. Ancaq əsas sual hələ də dəyişmir. İnsan bu texnologiyanı necə idarə etməlidir? Bank sektorunda düzəltdiyim tətbiqdən danışa bilərik, hansı ki, avtomatik nömrə tanıma sistemləridir ki, bütün ərazilərdə daxil olan və ya gedən maşınların hər birinin nömrəsini avtomatik olaraq tanıyır və sistem bazasına yazır. MRI skanlarının köməyi ilə beyin xərçənginin müəyyənliyini və onun əminlik dərəcəsini göstərən modellər qurmuşam. Təhsil sahəsində isə virtual AI assistantlar qurmuşam. Bu isə ən son yaratdığım layihədir. 3 aydan çoxdur ki, aktiv şəkildə istifadə olunur. Belə görünür ki, bir çox sahədə texnologiya ilə insan əməkdaşlığı yeni imkanlar yaradır. Bəs görəsən süni intellektin təhsil sahəsinə inteqrasiyası necə? Axı təhsil yalnız məlumat ötürməkdən ibarət deyil, şagirdin inkişafı, motivasiyası və sosial bacarıqlarının formalaşmasında insan amili hələ də mühüm rol oynayır. Süni intellekt məlumat təqdim edə bilər, amma İnsanla qurulan münasibəti, motivasiyanı və fərdi yanaşmanı əvəz etmək çətindir. Qiymətləndirmə, fərdi öyrənmə, planları və məzmun hazırlanması kimi proseslər daha sürətli olacaq. Süni intellekt və insanlar birlikdə işləyəcək. Texnologiya sürəti təmin edəcək, insanlar isə insan faktorunu qoruyacaq. Bu əməkdaşlıq təhsilin keyfiyyətini daha da artıracaq. Görünən odur ki, gələcəyin uğuru texnologiya ilə insanın qarşıdurmasında deyil, əməkdaşlığında gizlənir. Süni intellekt sürəti və imkanları artırsa da, yaradıcılıq, düzgün qərar vermə kimi xüsusiyyətlər hələ də insanın əsas üstünlüyü olaraq qalır. Əzizə Mahmudzadə, Zaur Haşimov, Telesəhər.